Tanınmış həkim, tibb üzrə fəlsəfə doktoru, Tibb Universitetinin dosenti Ədalət Rüstəm vəfat edib. Bu barədə Tibb Universitetinin mətbuat xidməti məlumat yayıb. O, Azərbaycan Tibb Universitetinin 1-ci Cərrahi Xəstəliklər Kafedrasında çalışıb. 65 yaşlı həkimin ötən gün axşam saatlarında ürək çatışmazlığından öldüyü açıqlanıb. Oxazın məlumatına görə Ədalət Rüstəm Naxçıvan Muxtar Respublikası Şahbuz rayonu Vergilər Xidmətinin rəisi Nazim Rüstəmovun qardaşıdır. Yanvarın 5-də isə onların anası dünyasını dəyişib. Tovuz rayonunda kanaldan meyit tapılıb. Doğru Xəbər Azərbaycan bildirir ki, yanvarın 16-sı saat 22 radələrində Aşağı Öysüzlü kəndində su kanalında kişi meyidi aşkarlanıb. Ölən şəxsin kənd sakini 1976-cı il təvəllüdlü Çingiz Süleymanoğlu Axundov olması müəyyən edilib. Meyit üzərində zorakılıq əlamətləri olmayıb. Faktla bağlı rayon prokurorluğunda araşdırma işlərinə başlanılıb. Bakıda gənc qız qəfil vəfat edib. Doğru Xəbər Azərbaycan xəbər verir ki, yanvarın 16-sı saat 22 radələrində Qala qəsəbə sakini 2001-ci il təvəllüdlü Əminə İsmailovanın səhhəti yaşadığı evdə pisləşib. O, xəstəxanaya aparılarkən yolda ölüb. Ölümün dəqiq səbəbi hələlik məlum deyil. Faktla bağlı Xəzər rayon prokurorluğunda araşdırma tədbirlərinə başlanılıb. Türkiyədə halı pisləşən Azərbaycanlı gənc vəfat edib. Doğru Xəbər Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Antalya vilayətinin Alanya şəhərində qeydə alınıb. Belə ki, ailəsi ilə birgə yaşayan və Azərbaycan vətəndaşı olan 21 yaşlı Tanrıverdi Salmanovun səhhəti qəfil pisləşib. O, dərhal Manavgat Dövlət Xəstəxanasına çatdırılsa da orada vəfat edib. Qeyd olunub ki, Tanrıverdi Salmanov Türkiyədə universitetlərin birində təhsil alırmış. Gəncin ölüm səbəbini müəyyən etmək üçün araşdırma aparılır. Bugün saat 11:30 radələrində metronun 20 yanvar stansiyasında ölüm hadisəsi baş verib. Bu barədə Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb. Bildirilib ki, stansiyanın platformasında sərnişinlərdən birinin halı pisləşib. Dərhal əraziyə təcili tibbi yardım xidməti çağırılsa da kişi sərnişin həyatını xilas etmək mümkün olmayıb. Qeyd olunub ki, hadisə qatarların hərəkət intervalına təsir etməyib, yubanma baş verməyib. Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirildi ki, bugün saat 11:30 radələrində mərkəzə 20 yanvar stansiyasının platformasında bir nəfərin halının pisləşməsi səbəbilə təcili çağırış qeydə alınıb. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən bir nəfərin həkimə qədər ölüm faktı qeydə alınıb. Ucarda ağır yol qəzası baş verib. Hadisə rayonun Qazıqumlaq kəndində qeydə alınıb. Mercedes S-Class markalı minik avtomobili aşaraq yol kənarındakı su kanalına düşüb. Nəticədə sürücü 1994-cü il təvəllüdlü Coşqun Məmmədov elə hadisə yerindəcə ölüb. Qəza yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. Maşın sudan çıxarılıb və aidiyyatı üzrə təhvil verilib. Məlumata görə qəzada həyatını itirən Coşqun Məmmədov Ucar rayonu Bərgişad kənd məktəbinin müəllimi imiş. Allah rəhmət eləsin.